Həzrət Zəhranın atası peyğəmbərlərin ən əfzəli, ən uca məqamda olanı İslam peyğəmbəri Həzrət Muhammed Mustafa sallallahu aleyhi və səlləm. Anası isə Həzrət Xədicə Kubra salamullah aleyha ki, ən böyük məqamlara sahib. Həyat yoldaşı isə Həzrət Əmir əl-Möminin Əli əleyhissalam. Həzrət Fatimi Zəhra 11 imamın anasıdır. Həzrət Fatimi Zəhra salamullah aleyhanın barəsində, şə'nində onlarla Qur'an-ı Kərimdə ayələr vardır ki, Allah tərəfindən nazil olubdur. O cümlədən Məvəddət ayəsi, Təthir ayəsi, Mübahilə ayəsi, Əhzab surəsində bir neçə ayə, Nur surəsində ayələr vardır, İnsan surəsində İt'am ayələri, Kövsər surəsi, Qədr surəsi və digər surələrdə ki, Həzrət Zəhra salamullah aleyhanın barəsində ayələr nazil olunur. Həmçinin Həzrət Fatimi Zəhra salamullah aleyha dünyaya gələn bütün xanımların sərvəri və seyyidəsidir. Hamısından məqamı böyük və əfzəldir. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm buyurduğuna görə Həzrət Fatimi Zəhra cənnət xanımlarının, cənnət əhlinin xanımlarının seyyidəsidir. Bütün qadınlardan, xanımlardan uca məqamda olan bir xanımdır Həzrəti Zəhra. Bu cür buyurubdur Peyğəmbərimiz: Fatimətun səyyidətun nisai əhlil cənnə. Və həmçinin digər hədisdə Peyğəmbərimiz belə buyurur ki, Fatimətun səyyidətun nisail aləmi. Yəni aləmlərin seyyidəsidir. Aləmlərin xanımlarının seyyidəsi Həzrət Fatimi Zəhra salamullah aleyha. Həzrət Fatimi Zəhra Məkkədə dünyaya gəlibdir və Mədinədə Əbu Bəkirlə Ömərin əli ilə şəhadətə çatılıbdır. Həzrət Fatimi Zəhra salamullah aleyhanın mövlud günü analar günü də hesab olunur və ona görə də bir hədis xanımdan sizlərə hədiyyə edir. Həzrət Fatimi Zəhra buyurur ki, cənnət anaların ayağının altındadır. Öz analarınıza xidmət eləyin. Həzrət Zəhra salamullah aleyhanın gözəl və pak mütəhhər ruhuna gözəl bir salavat hədiyyə edək.